Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt 2 nömrəli tam orta məktəbdə qış mövsümünə hazırlıq işləri uğurla başa çatdırılıb. Məktəbdə şagirdlərin təlim-tərbiyə prosesinin fasiləsiz və rahat şəkildə davam etməsi üçün bütün şərait yaradılıb. Hazırda təhsil ocağında istilik sistemi tam şəkildə saz vəziyyətə gətirilib. İstilik qazanxanası, radiatorlar və boru xəttləri yoxlanılıb. Hər bir sinif otağında müvafiq istilik dərəcəsi təmin edilib. Qış rejiminə keçidlə əlaqədar məktəbdə əlavə texniki baxışlar keçirilib. Bütün avadanlıqların təhlükəsiz fəaliyyəti təmin olunub. Məqsəd şagirdlərin soyuq havalarda tədris prosesindən yayınmaması və rahat şəkildə dərs keçməsidir. Qeyd edək ki, Sumqayıt 2 nömrəli tam orta məktəbin direktoru Xalid Adgözəlovun rəhbərliyi ilə bu istiqamətdə ciddi və məqsədyönlü işlər aparılıb. Onun rəhbərliyi dövründə məktəbdə həm maddi texniki baza gücləndirilib, həm də təlim-tərbiyə mühiti yüksək səviyyədə qurulub. Xalid Adgözəlov daim müəllim və şagirdlərlə yaxından maraqlanır. Məktəbdə intizamın, qayda-qanunun, eyni zamanda mehriban atmosferin qorunmasına xüsusi diqqət yetirir. Məktəbin pedaqoji heyəti və texniki işçilər birgə çalışaraq, qış aylarında dərs prosesinin təhlükəsiz və keyfiyyətli davam etməsi üçün bütün imkanlardan istifadə edir. İstilik sisteminin fasiləsiz işləməsinə nəzarət daim diqqət mərkəzində saxlanılır. Məktəbimizdə 30 sinif otağı var və dəhlizlərdən ibarətdir. Hər birinin bütün radiatorlar yoxlanılıbdır. Hamısı tam hazırdır. Bütün qapı pəncərələr hamısı yoxlanılıb, hamısı nəzarətdən keçibdir. Hər biri yaxşı vəziyyətdədir və şagirdlərimiz qış mövsümündə tam yaxşı şəraitdə dərslərini oxuyub çalışa biləcəklər. Ümumilikdə Sumqayıt 2 nömrəli tam orta məktəb bugün Xalid Adgözəlov kimi təcrübəli və səmimi rəhbərin idarəçiliyi sayəsində həm təhsil keyfiyyəti, həm də təşkilati baxımdan bölgədə nümunəvi məktəblərdən biri kimi tanınır. Qış mövsümündə də bu təhsil ocağında hər şey planlı, nizamlı və səmərəli şəkildə həyata keçirilir. Şəmistan Fikrətli, Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.